Sen halk yazıcısın. Bəli. Halk yazıcısı. Bəli. Ondan sonra bizim ailəyə göstərdik. Böyük yaxşılar, saxarı. Mən bilmirəm, məktublar yox. Sağ ol. O ömürmüş də mənim son nəfəsim ağzımdan çıxara kimi mənim adımda qalır. Bütün bunların müqabilində Azərbaycan xalqı, Azərbaycan milləti, Azərbaycan mədəniyyəti, Azərbaycanın gələcəyi, taleyi naminə ancaq sizə can sağlığı, uzun ömür diləyirəm. Sağ ol. Və Allah qoysa və yəqin ki, yeni prezident seçkilərinə görə qədərmən çıxacaq burada. İnşallah. Hamımız yekdilliklə gedib sizə, bütün bizim ruh və əqrəba, bütün tanışlar sizə səhv. Sağ ol, çox sağ ol. Sən özün mənim üçün və bütün xalqımız üçün əziz bir insansan. Sənin atanın Azərbaycan xalqı arasında xidmətləri böyükdür. Və ona görə də mən sənə bu günlərdə xalq yazıcısı adı verdim. Atan xalq şairi, sən də xalq yazıcısı. İnşallah hamısı keçəcək, duracaqdır. Ona görə mən sənin vaxtını almaq istəmirəm. Xəstənin yanında da çox oturmaq olmaz. Mənim özüm də vaxtı xəstə olmuşam, bilirsiniz. 3 ay xəstəxanada yatmışam Moskvada. Özdə elə xəstə idim ki, deyirdilər ki, ayağa dura bilməyəcəkdir. Çoxları da deyirlər, ayağa dursa, yaşaya bilməyəcəkdir. Hətta həkimlər orada düzdür, bu həkimlərin öz işi deyildi. O vaxt Qarbaçov onlara göstəriş vermişdi, onlar gəldilər, bütün bu professorlar, akademiklər konsilium keçirdi, mənə deyirdilər ki, sən işləyə bilməyəcəksən, dedim, nə istəyirsiniz? Belə başa sardılar ki, sən ərzə verəcəksən, sən işdən çıxasan. Mən də dedim ki, yaxşı, çıxaram, işləyə bilmərəm, çıxaram da. Sonra da çıxdım, 2 aydan sonra da vəzifədən də getdim. Amma ondan sonra da Allah'a şükür olsun yaşayıram. 100 Yaşayıram. Sən də sağalacaqsan, duracaqsan, hələ 10 illərlə də yaşayacaqsan. Narahat olma. Çox sağ olun. Sağ ol. Sağ ol. Sağ ol. Sağ olun. Çox sağ olun. Sağ ol. Yanvar ayının 20'sində idi. Azadlıq radyo stansiyasının verilişlərini mən tutdum. Müsbət səsim verdilər ki, bu Sovetlər İttifaqının böyük kontingentli qoşun hissəsi Bakıya girəndə nə qədər həyəcanla bu telefonla o Azadlıq radyo stansiyası ilə danışırdı. Yusif Səmədoğlu həm də millət vəkili kimi vətəndaşların problemlərinin həlli uğrunda çalışıb. Dövlət başçısının fərmanı ilə xalq yazıçısı fəxri adına layiq görülüb. Yusif Səmədoğlu atasının poemasının əsasında 7 oğul istərəm filmindən ssenaridə yazıb. Siz də, biz hamımız da yəqin ki, çox istəyərdik ki, bu gün bu təntənəli mərasimində Yusif özü iştirak eləsin. Və bu olmaq üçün hamımız və ilk növbədə siz əlinizdən gələn əsirgəmədiniz. Fəqət həyatın yenilməz qanunları var. Yusif Səmədoğlu ailəsinin təşəkkürünü mehribanla məndən qəbul edin. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Buna salam söyləyəcəm. Buna salam söyləyəcəm. Atam bizi Yeşentuku'ya apardı. Orada Üzeyir Hacıbəyev istirahat edirdi. Onunla görüşməyə. Və gözlənilməz bizə bir söz dedi. Dedi ki, Üzeyir bəyinlə salamlaşanda onun əlindən öp. Bu da oradan məndən öpür gözlənilmişdir. Çünki mən görməmişdim əl öpməyi. Və biz onun əlindən öpdük. Sonra mən atama sual verdim qaydanda ki, ata bəs nəyə görə dedi ki, çünki bu bizim xalqın musiqi peyğəmbəridir. Peyğəmbərlərə gərək həmişə görüşəndə səcdə qılasan və əlindən öpəsən. Bax, yəni musiqiyə münasibət bizim ailədə həmişə belə olur. Bilirsiniz, həm mən, həm Vaqif, həm Aybəniz, biz el musiqisi ilə böyümüşük. Yəni aşıq musiqisi ilə böyümüşük, muğamatla böyümüşük. Ona görə də mən həmişə sazı eşidəndə, sazın səsini eşidəndə, saz simlərini dinləyəndə kövrəlirəm. Şəhər mühitində yaşadığıma görə hardasa hiss edirəm ki, mən gərək təbiətə bağlanam. Özü də, amma imkanım olmur çıxmağa, çox qalmağa, tutaq ki, gedim bir kənddə qalım, bir 10 gün, 15 gün imkan olmur. Balıq saxlayıram, xeyli akvaryumlarım var, akvaryumist dostlarım var. Azərbaycan Akvaryumistlər Cəmiyyətinin üzvüyəm.
quş saxlayıram. Yəni bu məndən ötürü yalnız hobbi deyil, bu eyni zamanda da hardasa mənə böyük müəyyən mənada bilik verən bir sahədir. Mən bu bəzi o müşkül əhvalatların içində, o can sıxıcı, stres yaradan münasibətlərin içərisində özümə bir belə bir sığınacaq nöqtəsi tapmışam ki, elə ki gördüm ki artıq vəziyyət çox gərgindir, gedirəm qapını bağlayıram, yazı stolum da oradadır, orada otururam və balıqlara baxıram. Məndən həmişə soruşanda ki, bəzən də belə zarafatyana suallar verirlər ki, sən keçmiş həyatında nə olmuşsan? Mən demişəm ki, mən mütləq akvarium balığı olmuşam. İcazə verin belə qeyri-təvəzzülkarlıq edeyim və deyim ki, mən fotoqrafiyada indi professionalam. Yəni heç bir professionaldan geri qalmır. İnsan niyə görə yaşayır? Yəni həyatın mənası yalnız ondadır ki, nəvə gəlirsən işdən, nəvə gəlir sənin qucağında oturur və onda başa düşürsən ki, bəli, boş yerə bu dünyaya doğulmamış. Vallahi billah hardasa belə, hərdən belə də fikirləşirəm ki, bu kitablardır filandır, bunlar hamısı ötəri şeylərdir. İnsanın ən ümdə vəzifəsi odur ki, özündən sonra gözəl bir nəsil qoyub dünyasını dəyişsin. Azərbaycan ədəbiyyatının yaraşıqlı, əsilzadə yazıcısı Yusif Səmədoğlu Maksim Gorki adına Ədəbiyyat İnstitutuna qəbul olunsa da, müəyyən səbəblərdən təhsilini Azərbaycan Dövlət Universitetinin Filologiya Fakültəsində davam etdirdi. Ürəyi dünya qədər böyük, səxavətli, təvazökar insanın qapısı hər zaman köməyə ehtiyacı olanlara açıq oldu. Удивительный человек, Саша, все-таки. Это надо честно признаться. Вот я сейчас... Вы прекрасно знаете меня уже давно, что я никогда не буду ни министром, ни государственным... Да, что ни президентом, ни министром обороны, даже ни министром торговли. То есть этого не буду. Но я со всей ответственностью должен сказать, что я сегодня вот один из тех людей, который верит в своего президента. Это знаете, как это здорово.